Salam dostlar. 27'si akşam. Efirdən elə biraz əvvəl çıxmışıq. Görürsünüz necə gözəl qar yağır. Gözəl lopa qar. Qar bol olanda bar da bol olur. İnşallah hər şey yaxşı olacaq. Elə onsuz da yaxşıdır, amma lənətə gəlmiş ötən gecə 500 dron, 40 dənə də raketdən sonra şəhərdə və belə havada işığı, istiliyi olmayan ailələr var. Bayaq mən demişdim, 600 min insan bu akşam işıqsızdı. Bugün, dünən gecədən işıqsızdılar. Hamısı da ki, o qədər qürurludular ki, mən 2 dostuma zəng elədim ki, gələ bilərsən, burada qala bilərsən. Dedi ki, yox. Yəni, hamı necə, mən də elə. Və təxminən 400 min insanın evində istilik şəbəkəsi yoxdur. Belə qonşularım da çıxıblar maşallah. Nə iş görürlər qonşular? Qonşular deyib gülürlər. Sənə zəngi çalınır. Belə, gördünüz. Görün nə gözəl qar yağır. İnşallah hər şey ağ olacaq, hər şey gözəl olacaq. Soyuqdur. Bax. Bilmirəm başqalarına, mən qar yağında nəysə sevinçli olurum. Sağ olun dostlar.